mi? Ha, zordur. Ora zordur. Ay, tərlanə mi? Bomba. Masva. Necə sənə darıxmışdı, nə zarafat sizin üçün? Aşağı gir, cavab verim. Əli aşağı elə, ayağı. Salam, hörmətli tamaşaçılar. Kuklaxananın 5-ci bölümünə xoş gəlmisiniz. Çox sağ ol, yaxşı. Salam, tərlanə mi? Salam. Bu günlərim təzə bir əmi də var burada, qonağımız. O kimdir? Kimdir? Özü desin. Adam Yusifli Vüsaldır. Çoxları mənə Yusif kimi tanısa belə, əsl adım Vüsaldır. Yuspace. Keçən dəfə bölümdə mənə şey eləməmiş, söz soxmamışlar ki, səsi ağıllıdır, amma özü o yox. Bax o mənəm. Basır bağlayır vetsin, bu da tərlanə mi? Amma elə demək olmaz da, Niyə ki? özü buradadır, dalınca danışarsın. Fikir azadlığı var, yəni qoy desin. Ay tərlanəmi. Peki mən ora keçim, Yusif bura gəlsin. Yox, olmaz. Sən ancaq Yusif əminin qucağına keçə bilərsən. Belə danışmaq olmaz. Niyə danışırsan ki? Mən görsən söymürəm. Düzdür. Amma devam et. Buradadır, burada. Hə, Əlim. bilirəm də, mən eləyim. Tərlanə mi? Haycan. O Vüsal əmidir, yoxsa Yusif əmi? Yusif əmi. Yox, nə? Yusif əmi deyə də. Yusif əmi. Yusif əmi, yox. Yuspace əmi deyə bilərsiniz. Yuspace əmi deyə O da bilərsiniz. Yusuf əmi deyir. Belə danışma məndən. Sayın düşündü səni. Bağışlayın. Mənə yox. Nənən qalsın nağışlayın. Tərlanəmi gedim ola. Yox, olmaz. Yusif əmi necə istə? Üzr istəyirəm Yusif əmi. Yusif əmi yox. Yusif əmi. Yuspace əmi. Yusif əmi. Hə, gözəl. Problem yox. Necəsən Yuspace, necə gedir işin? Yaxşıdır hər şey. Çox son dəvət elədiyiniz üçün. İkinci dəfə də artıq buradayam. Birinci dəfə də kuklaxanadayam, amma ümumilikdə sənin ikinci dəfə də görüşürük belə kamerada. Tərlan bura. Amma Dumbi ilə ilk görüşüm. Söhbət oldu. Dumbidir, Ronaldinho'dur və Seymur. Seymur? Seymur. Yox. Mürsəl. Mürsəl. Üzr istəyirəm. Mürsəllə Mürsəlin ilk çox görüşümdür. istəmir, sən çox istəmədilər. Tərlanə mi? Haycan. Mənə sənin sevgin bəsdir. Nə gözəl dedin. Əla səni. Neçə vaxtı? Girmir. Tərlanə mi? Haycan. Sən veriliş başlamazdan əvvəl yağlayırsan? Nə? Yağlayırsan? Nəyə yağlayıram? Nə bilim. Niyə belə danışırsan ki? Yalan quşdadı. Yıkanmır indi. Detallara girmə də. Detallara girmədin. Tavanı yağlıyorsan, Şeydə itələmək üçün. Mən məsləhət görürəm ki, yağlayın Tərlanə mi? Nəyə yağlayıram? Qapımı Neysə, yəqin neysə. də, yox. Niyə belə danışsan məndən? Özü qonağın yanında bu nə söz deyirsiniz? Üzr istəyirəm. Tərlanə mi? Haycan. O nəsə gətirib bizə Yusuf əmi. Gətirib, prosta reklam olmasın deyə deyəmirik. Gəlin sizə hər əvvizə bir dənə şokolad verim. Biz özümüz ona buna şokolad veririk tərlanəmi. Canımsan mənim, Sən canımsan. hansı şokoladsan, sən ala. Hoppa! İrqçi bu nə? Əlasız. Mən niyə vermədin? Bəs Ronaldinho. Çox sağ ol Yusuf əmi. Yəqin səndən eyni rəngdə olacaq deyə çatdırmasın. Yırtçılıq elədi. Yo, düzə, ağ şokolad. Yusuf əmi nə işə baxır ki? Yusuf əmi özü desin, nə işə baxır? Mən elmi kütləvi bloqerəm, yəni Instagramda. Basıb bağlayırsan yəni. Instagramda, TikTokda, bəziləri elə deyir təbii ki. Hə. Instagram, TikTok, YouTube'da elmi məzmunlu videolar var. Instagram var sənin. Yəni Yusuf əmi, siz komissiyasınız. Məktəbdə hamının eşitdiyi, amma çox görmədiyi, bəlkə də komissiya ola bilər. Bilmədiyiniz sualları verin də Yusuf əmiyə tapmışkən. Neçə santımdır? Yox. Sizdə də durur. Nə deyirik? Tərbiyəsizlər, bunu paylaşmanı yox. Elmi kütləvi bloger. Biz nə dedik? Deyirsən neçə santimdir, o bir Çevrəsi deyir. soruşur bəlkə. Nə soruşur? Dünya çevrəsi soruşur bəlkə. Biologiyada. Hə. Cancıyır. Ona belə sual verə bilərsiniz ki, ilk dəfə kimi ölçüb? Nəyi? Dünyanın çevrəsini. Kimi eşək oldu. Dünyanın çevrəsini məsəl üçün. Yusuf əmi. Hə, buyur. Denəndə bir dənə santım denəndə neçə santımdır? Santim yox, metr, kilometr nəzəsində. daha çox. Hə, elə də. Yusuf əmi. Mən də deyirəm, mən də deyirəm. Hə, ilk dəfə əgər yer kürəsinin çevrəsindən söhbət gedirsə, bu eratosfen idi. Səhv etmirəmsə, eramızdan qabaq 3-cü əsrdə. Elə adı da erada. Ölçün deməndə axı.
Çox Ha, o 40 min 70 kilometr. 40 min Tərləmi, 70 kilometrə. Tərləmi. Instagramda keçmək olur, burada heç keçmək olmur. Məcbur qulaq asacağıq. Elə demə. Swipe eləyə bilmirsən də bu dəfə. Swipe nədir? Swipe yəni keçmək. Scroll eləmək, İndi keçmək. sən də bilirsən ki 16 santimdir. Hə? Ayıb olsun, çox ayıb olsun. Əslində çox da normal, yəni. Yo, nə deyir, 100 min Normaldır da, nə dedik ki? Orta statistik yəni 16-dırsa, səhv etmirəm. Səhv etmirəmsə, dünya əhalisinin 7-8%-ni daxil olsun. Dünya əhalisi pis də onlar. 16 santimetr olanda. Bu əslində yəni biz pis bir şey deyil, bioloji bir şey. Bioloji olaraq. Bəs 100 min səmi, sənin neçə yaşın var? 34 olacaq bu il. 33 yaşım var. Ay amma yekədə bu da. 33 yaşım var. Hər kəsə salam. 33 yaşım var, bəli. O zarafatı özüm birinci eləmişəm ki, sonra artıq problem olmasın. Tərləmi, Xoş bəs oldum. bugün nağılı sən danışacaqsan, yoxsa 100 min səmi? Görənmirəm ya bir. Elə dayanın ki görüm də sizi. Fızqırt da. Ey. Mürsələ deyirəm. Mən əyilim görsün. Yo, əyilmə. Əyilmə. Heç kimin qabağında əyilmə Mürsəl. Elə ikiniz qoşulaşıb basarsınız bugün ancaq. Niyə elə danışsan Nağılı ki? necə danışacaq? Fit Çünki eləyəcəksiniz. iki bölümdə qəşəng nağıl gətirmirsən. Qəşəng nağıl Ədalətlə gətirmirəm. müqər olacaqları. Necə? Ədalətlə müqər olacaqsınız. Nağıl necə danışacaq? Hüsbey Səmi bizə bir dənə maraqlı məlumat Birinci, onu desən. Siz suallar verin, mən də cavab verim. Bəlkə sizi bu vaxta qədər Ayıb olsun, çox ayıb olsun. Amma söz səni belə söyləyin ki, biplənsin, все bitsin. Yəni 4 il danışmayın. Yaxşı da dalbadan. Düzdür, Tərlan. bəlkə bu vaxta qədər hansısa bir sual beynimizi qurcalayıb, yəni o belə bir sual Yüz beş elə bizimki dördüm ortadır, yəni çox sual yoxdur. Bu kontent, bu kuklaxana verilişimiz 18 yaşından böyük şəxslər üçün nəzərdə tutulub və eyni zamanda demək istəyirəm ki, bizim yeni bir sözümüz var, dalbadal sözü. Nə demək ki? Dalbadal yəni arxa-arxaya gələn. Yəni sırayla. Bu başqa da var, Taylan Bu başqa da var. O heçləri albaya soru. Nəsə rus dili ilə bağlı hər hansı bir sözlər varsa deyə soruşa bilərsiniz. Hə, doğrudan Yusif əmi rus sektorudur. Yusif əmi yoxsa Yusbey səmi? Bu nə qoyacam? Baş ver də, baş ver. Hə, mən rus bölməsini bitirmişəm. Bağçadan tutmuş universitetə qədər. Yəni Ona görə rus sənət istənilən rusla bağlı, hə, rus dilində olan sözlər. İstənilən ruslarla bağlı nəsə İstənilən bilirsiniz? rus dilində. Putin necə deyilir rus dilində? Elə Putin. Putin, qaqa. Vladimir Vladimiroviç Putin deyirlər. Putin sənindir, Putin mənim. Yusbey səmi. Hə, canım, Siz cavanlıqda onda rus kateqoriyasına baxırdınız. Ey, ona Yox, sual ey, verin. Başqa şey desənə nə oldu? Bildin də, amma tərbiyəsiz. Sən özü o sözü bir də işlətmə. Rus dilli videolara da baxıram. Azərbaycan dili məzmunlara da baxıram. Türk və xarici dil, ingilis dili. Azəri rus Yusbey səmi, siz papka açmışsınız. Azəri Türk. Papka var da girmə falan. Girmə, Azeri. Girmə. Yəni ora girirsən, bir dənə də papka var. Dedim axı girmə falan. Elə şeylər var. Sonra o açandan sonra belə ad gəlir. Atdın. Girirsən o papkaya görsən ailəvi şəkildə. Nəyə atdın? Davayda Təzə nağıl maraqlı, nəxsə çox diyan var. da, diyan. Təzə maraqlı nə xəbərləriniz var? Təzə maraqlı Taylan əmi. Bir dənə meymun var, Punch. Hə. O var. Kim var? Pis oldu da sonra baxanda. Punch meymun. O kuklanı qucaqlayan meymun. Kulağını qucaqlayan. Onunla bağlı nəsə demək istəyirsən? Nəsə bir Tərlan, bəs izləyicilərimizə ya da fikri bir... bəs sən qucaqlamaq istəyirsən? Mən o meymunu qucaqlamaq Yox, istəyirəm. meymun demirəm. Ümumiyyətlə qucaqlamaq istəyirsən? İnsanları da qucaqlamaq istəyirəm. İnsanlar demirəm. Qucaqlamaq istəyirsən? Nəyi qucaqlamaq onlar? Denən deyim. Deyəmirəm də bəs. Qanuna görə deyəmirəm. Denən hə. Hə, yaxşı. Davayda onu da qucaqla. Ayıb olsun, Dur, çox sən ayıb belə olsun. bu- De qucaqlayım səni. Hoppa! De qucaqlayım səni. Mən də ora keçsəm olar Yox, tərləmə. olmaz. Hə, Punchla bağlı atdın, getdin, yəni. Ay Mürsəl. Nəsə Hə, denən. punch Qoy yəni. Yusbey səmi desin də. Müsbey Səmiyin səhərdən danışdıq. Espri sənə tərləmə. Nə dedin? Espri deyil. Ona sözdür. Bu çox pis dairələrə düşüb. Çünki mən Nə qoymur ora deməkdir o getməyə. rus dilində bespri deyil? Sərhədsiz. Predel sərhəd deməkdir. Yəni heç bir sərhədi tanımıram. Sərhədsiz. Sərhədsiz Hə, düz deyirsən. Sərhəd tanımır. point blankda snayperi priçelsiz vurmaq. Elədir də. Predel başqadır, Nə predel oldu o başqadır. başqadır bu Predel başqadır. limitdir də, limit. Umbi itələdiyi və. Elə demə Elə demə. demə də. Ora elə demə. gedirsən ki ondan danışam. Yox, olmaz. Sən burada qal. Bax, qonağımız da burdadır. Onunla qəşəng söhbət elə. Qonağın Qonaqda yenə aramda məsafə var. Yusuf Yanında Bey, heç yox Bəli. mənim. Zooparka getmək düzgündür.
Əslində mənim özümdən soruşsan, zoopark o qədər də bəyənmirəm, daha çox qoruqları xoşlayıram. Çünki yəni sən şiri saxlayasan elə vəziyyətdə, buradakı yer gəlmişkən şir də o deyil. Pis gündədir əslində. Zooparkların bir çox xarici ölkələrdə zooparkları ləğv ediblər, qoruq ediblər, təbii şəraitlərdə. Bəli, mən şeyi bəyənirəm. Bu maşının arxasına minirlər setkalar. O niyə belə Gedib baxırlar. Dəmir barmaqlıqlı. O çox əladır. O zordur. Yəni Safari turlarda olur. həm də heyvana yemək vermək kimi bir öhdəliyin də olmur. Ay Yusuf bəy Səmir. Bəli. Mən bu söyüş söyə də bilmirəm. Şiri harda görmür? Onu deyirəm də, minirsən bir də maşının arxasına, onun yaşadığı yerə gedilir. Hara gedin? Şeydə savannaya. Sabunçu xəstəxanasına. Savanna, Afrika. Ay Yusuf bəy Səmir. Aycan. Pul var. Ya bildim ya, açanda YouTube'dan bax da. Yusuf bəy Səmir Mən sabah canlı görmək istəyirəm. Sən canlı başqa nələr canlı görmək görmək istəyirsən? istəyirsən? Hə, görmək istəyirəm. Göstər Onu görüm. görmüsən. Nəyi Açalım mı? görmüşəm? Açalım mı? Hə. Açalım mı? necə yəni? Yo, şey deyir də, Acun abini deyir. Acun Yusuf abi. bəy əminlə mən açsam, Hə. bura şlank olacaq. Ya. Özdə Yusuf bəy Səmir də 40.000 kilometr. 70. Amma yox, əgər şiri görmək istəyirsənsə, yəni Bakı zooparkına gedə bilərsən. Elə bildim deyəcək görmək istəyirəm. Göstərə bilərəm. Şir deyirmiş. Bəs Yusuf bəy Səmir bir dənə şir var, zooparkda deyir ki, Allah, belə bir səs çıxardı. Elə bir yeri gəlmişkən həmən şiri mən canlı görmüşəm. Yəni o Demir əslində. Yox, əslində elə bir söhbət yoxdur. O belə bir şayidə vardı ki, qəsdən o yayılmışdı ki, cəmaət zooparka getsin. Ya Bakıda olmuş. Bakıdaydı o? Səhv etmirəmsə Bakıdaydı, hə. Hə. Çünki çox oxşuyurdu o şeylər. O vaxt yadımdadır, mən uşaq idim, poni falan da var idi orada. O vaxt yəni mən sadəcə fərqləndirdim də o şirin olduğu yer və həmin o videodakı. Yəni o çox oxşardı. O zaman bəlkə də PR aksiyası falan. Bəlkə də. Ola bilər, hə. Qonağımızla elə danışma da. Hə, üzr istəyirəm. Ya belə Ayıb- fit ayıb eləmək olsun. istəyir, problem yoxdur. Çatdıra biləcək BPM-də problem deyil. Bunlar tərbiyəsiz imiş, dərlər əmi. Kim? Yusuf bəy Səmir. Niyə tərbiyəsiz ki? Çatdıra bilmək zət nəsə deyil. Yox, BPM-də Yo. çatdıra bilməsən deyir. Sən niyə BPM. dirty mind sanki, ay Mürsəl? 4 iman. Düz saxlayır. O bir dənə söz var, için çirkdir. Bax, bura çox oturur. İçin Yox, çirkdir olsun, sənin, ay Ronaldinho. Hə. İçivi təmizləmək lazımdır sənin. İçimi təmizləyəcəm öz sənin. Ona danışdı. Ona danışdı, müəllimlə danışdı. Mən Ronaldinho'nun yaşı maraqlıdır. Neçə yaşı var? Demir yaşını, nə qədər deyirik demir. Sizə girmir. Üzr istəyirəm, üzr istəyirəm. Deyir Yox, böyükdür, düşməsəm, 18-dən böyükdür. 18-dən böyükdür. Hə, amma demir yaşı. Deyir də, deyir 20. Neçə? 20. Hə, 20. Okey. Okey nədir? 20 deyəndə adam qayıdıb deyər ki, deyirəm ki 20. Ya o performansı məndən gözləyirsiniz, demək ki, mən bu vaxta qədər videolara baxmamışam. Siz deyir. Baxmamışıq. Ayaqda 40 min götürüb qoyub stolun üstünə. Deyir. Ya, elə demə də. Hadi sualları gözləyirəm. Bəlkə bizi yoxlayasan uşaqları. Uşaqları yox. Komissiyasan özdə bir. Yaxşı. Coğrafiyada ən çox verilən sual da dünyanın ən dərin nöqtəsi. Mariana. Nəyi? Çökəkli. Sadəcə Mariana, bu corab da ola bilər. Ya Marian çökəkliyi dedi. Marian çökək. Hə, harda yerləşir? Mariana Hansı yox. okeanda yerləşir o? Sakit okean. Qəşəng. Gözəl. Bir ha. Radio. Sağ ol. Bəs yaxşı, belə bir sual verək də. Biologiyada İki tullanan bir sallanan. Ya, ona söz deyirsən. Tərbiyəsiz. Yaxşı, insanda neçə xromosom var? 33 idi nəydi? Sən lap çuva 33, o bayaq Sən mövzu nə? deyil. 48 deyil. 48 deyil. 42. 48 nə deydi? 51. Ümumi yalan deyirəm. Meymunda. Nə olanda? Deyir, bəlkə də şimpanzədə, bəlkə Deyəsən, hə. yalan deməmiş olmayım. Neçə xromosom 46. var? Oo. 48 yaxınlaşıb da. Bəs 45 xromosom olanda nə olur? Autist. Yox, Otizm. 47-dədir. Hə, 47. Bir artıq Ay, olanda gözlərim. Down sindromu. Down sindromu. Hə, hə. Bəs biraz olanda nə olur? Onda olur judoist. Yo, elə. Olar Dumbiyə sual verim mən. Buyur, ver. Dumbi, Hacan. sən məndən başqa s***ın olur. Hey. Ay olsun, tərbiyəsiz. Hakan, mən nə olar? Oraya gedim də gör Yox, mən olmaz. Amma Olmaz. sən bir şey deyim. Tərbiyəsiz Bu sənsən. tip suallar indi tamam söyüşdüdür. Bu tip məsələ. suallar normaldır. Bu tip suallar normal deyil. Bu tip suallar səni sadəcə olaraq bir dilemada saxlayır da. Hə də deyə bilmirsən, yox da deyə bilmirsən. Bilirik də, nə, görə bombaşa söhbət elədin. Yusuf bəy Ey, adam özünə böyüyə komissiya elə bağışlayın. deyir. Yaxşı, axırıncı Başqa. divazoldan sonra özünə gəlmisən. İstəyirsən bu paylaşacaq, əmin sənin. Sana emmi dedik, barımıza bastıq. Hə. Başqa bir sual da ver Ver. uşaqlara. Bir dənə də yox sən ver. Hə, mən verim. Okey. Coğrafiyadan verdim, biologiyadan verdim. Bir dənə tarix ver. Tarix verim.
Əmi sən də bızıtdın ha biraz. Ey. Çaldıran döyüşü nə zaman olur? Elə biraz əvvəl olmuşdu burada. Yox, ərazinin adı çaldıran. Ərazinin adı çaldırandır. Mimi Sonder. Bəs harda yerləşir çaldıran? De burada. Ya. Makoda, Mako. Ha, Mako. Sual verək də, ətalət qanunu kim fikirləşib? Biz də, Kim hə. icad Bir dənə edib? fizikadan ver bundan. Kim kəşf edib? Hə, ayca. Kim? Sabah da buna deyirsən, mən danışıram. Zarafatsız da Ronaldinho. Mən Mürsəl- Sən demək ki, Mürsəl sən Paval. bütün kitabları oxumusan, o oldun Ronaldinho. Sən niyə bu qədər şey bilirsən? Amma mən hələ otların dilini bilmirəm. Hə. Bəs sən bunun dilini bilirsən. Ya, Bunu. Ey sənin Dünən gecə 2 dənə kitabımı çırıb gedib tualetə. El sənin var yoxmu? Hə. Nə sual verdin sən? Ətalət qanunu dilində Mürsəl onu tapdı. Tapdın. Halbuki nə Ronaldinho, çətin sual nə də verdi. Dum- Çətin sual. Çətin sualdı. Yox, daha çətin sual ver. Daha çətin. Daha çətin nə istəyirsən? Bu qəbul imtahanı. Yaxşı. Ulduzlu suallar. Kvant fizikasında. Atomun daxilində nə var? Proton, Elektron, neytron. proton, Aha. neytron. Elektron. Elektron, proton, neytron. Tamamilə doğrudur. Düzdür. Bəs onun tərkibində nə var Ronaldinho? Bunun? Bəs proton. Bəs Onun tərkibində bəs protonun tərkibində nə var? Yox, o qədər bilmirəm də. Yox, proton. Amma yox, halal olsun sən Ronaldinho. Sən deməli oxuyan uşaq imişsən. Lap dibə. Çox sağ ol. Məsələn, sənə görə yesə eləyəcəm Ronaldinho keçəcəm yanıma. Hə, dedim də, zağlığım var. Burada işte başladı. Ya, zarafatsız. Ya, o mənə demədim, amma sən nə qədər də tərbiyəsiz də olsan, bilirmiş, savadlı. Yox, halal. Ya, halal olsun, hə. Belə, nağıla keçək, yoxsa nəsə başqa bir sualınız? Yusuf əmiyə bir dənə də, Yusuf əmiyə bir dənə də sual verin. Məncə də. 105 əmiyə ümumi sual vermək istəyirəm. Aha, verin ümumi sual. 105 əmi, sən hər gün nə edirsən? Ya hər gün oyandın, gözünü açdın və məlumat zıpıldadırsan. Bir də qaçatdır yəqin. Əslində bu belə deyim, bir qəlibdir də. Bu qəlib formalaşıb ki, Yusuf Mən bir gəlib kel oğlanam. bir şey var, qəlib var ki, Yuspace elmi video çəkirsə, bu nə zarafat eləyir, nə 18 plus və s. zarafatlar və s. eləmir. Yox, Halbuki elə deyil. bilmirlər ki, 40 min kilometr. Sən də üstəsən ha. Amma yəni günüm necə keçir? Heç nə. Səhər tezdən dururam, uşaqları məktəbə aparıram. Bəs uşaqları məktəbə aparanda yolda mazgilərini xarab eləyirsən ki, Mən? hə, neçə dənə xromozom, ətalət Orada tam qanunu. tərsi, orada tam tərsinədir. Onlar mənə sualları döşüyürlər ki, bu nədir, bu nədir? Bu da tam tərsinədir. Onda 105 əmi, sən də tezdən durursan. Sən də tezdən durursan. Ay 105, sən də Ayca. tezdən durursan. Qışqırıb Ona banlayırsan. sözü qanamda deyir. Yox, şeir Hə, deyirəm. denə, yaxşı. Aha. Qoymursan yatmağa. Aha, açması. Demirəm. Bir dənə də şeir dumbi, sən denə Yusuf səmiyə. O tərbiyəsiz şeylər deyir axı. Zarafatsız. Amma axırda deyərəm də elə onunla bağlayıram. Mən deyim bir dənə. De. Mən deyim. Dedə baş. Səhər saat 7-də. Hop, qırmızı o 7-də. Hop, dal qapını açdılar. Demə. Qızı götürüb qaçdılar. Hara qaçdılar? Mağazinin, Yaxşı sonluqluğunu denə. yaxşı, mağazinin dalında qızın götürüb. Bağışlayın. Tamam, yürü. Bağışlayın dediyin, əskəri keçmiş adamların bağışlayın sözünə allergiyası var da. Necə? Çalışırlar ki, bağışlayın sözünü deməsinlər. Üzr istəyirəm sözünü desinlər. Çünki bağışlayından sonra başqa sözlər, başqa Nə variasiyalar. Nə olur ki? Çünki deyir ki, bağışlayın, nəyi bağışlayın və artıq başlayın. Mən şey bilirdim. Mənim dediyim şey. Nənən qalsın yağışda. Ey, Nə yağışda? Nənən qalsın yağışda. Nənə yağışda qalsa soyuq olub xəstə ola bilər. O daha belə normal hadisədir. hadisədir. Bunun kimin nənəsinə dedin ki, ümumi? Ümumi olaraq, ümumi bir nənə. Ey Nənə, nənə. nənə, can nənə. Can sənə qurban. Bəlkə bir dənə çay çək. Getdi. Hə, olar. Onda zəng vurulsun. Bəlkə zəng səsi qoyaq. Mürsəl. Olar. Komissiya gəlib belə, baxır. hə, zəng səsi qoyaq. Cənab, Ay, bir dünya hara şey getdin? deyim. Haycan. Komissiyanı həmişə belə əzazil zat düşünürdü. Yox, komissiya görsən nə gözəl. Adamıymış. Yeni nəsil komissiyadır da, gənc komissiya. Z nəsli üçün Hə, komissiya. Tək fərqi odur ki, komissiyada uzun olur deyəsən, 40 min kilometr zat. 40 min 70 kaç yer. Nəsə gedin çaya, sonra Dumbi, sən gələndə sənin buranda nəsə yara var, ora şey vurarsan, yaxşı? Aa, Denə yaxşı da. yaxşı. Onda yaxşı yerə bax. Fərman əmi, Hə, olar mən 105 əmiyə tapmaca deyim. de. 105 əmi, Haycan.
Bu elə bir şeydir ki, bütün kişilərdə var. Aha. Qadınlar evlənəndə kişilərinkini istifadə eləyir. Arnold Schwarzenegger də çox uzundur. Aha. Brad Pitt də isə çox qısadır. Oy. Aha. Madonna da yoxdur. Madonna da yoxdur. Papa da var amma istifadə eləmir. Eləmir. Aha. Bu nədir? Bu soyadıdır. Tərbiyəsiz deyilmiş. Mənim ağlıma gəlmiş. Üzr istəyirəm amma gəldi. Onda birini də deyirəm Yusuf Əmi. Haycan buyur. Verim əlinə, dola belinə. Açması Onu bilmirəm. kəmər. Ha, Bəs maraqlı. birini Yaxşı, də birini də mən izləyicilərə- deyim də. Hə, hə, istəyirsiniz. de. Girəndə quru olur, amma çıxanda yaş olur. Mən bilirəm. Nədir? Yox. Yox. 2 dənə cavab Diş var. fırçası. Tez dedi ki, Ronaldinho tərbiyəsizlik eləməsinə. Mənim ağlıma yenə gəldi. Açıq istəyirəm fərqləməyə. Çox istəyirəm yəni. Amma Əmi, Haycan. o nədir ki, Hə. başı yumrudur, Aha. beli incədir. Hı. Adamın ağzına girəndə də xoşuna gəlir. Bu Hey! Belə sözlər işlətmək olmaz. İki dəfə dedin. Mən böyüyəm. Ha bu şeydir də, bu çupa çupsdur mən. O da ola bilər. Qaşığı idi, amma o da ola Ha bilər. çupa çupsdur o şey. Başı yumru deyil də. Mürsə, birini də izləyicilərə ver də. Gözdə deyim. Şurada Ay izləyicilər, Ay izləyicilər, can izləyicilər. işi olanda qalxar, işi qurtaranda yatar, yatanda da suya axar. Yatanda da dincəlirsən. Dərləyimi, Haycan. bu dəfə mənim ağlıma o gəldi, amma məncə o deyil cavabı. Məncə. Bu də. izləyicilər desin. Bu izləyicilər şərtdə onu yazsınlar. Şərtdə yazsınlar, hə. İndi gəlin nağıl danışım sizə. Yeee! Şükür Allah'a, sevin hə. Dedim də Şükür Allah'a yox, qəşə sevin. Şükür Allah'a. Ha, sağ ol. Dərləyimi, Haycan. onlar bir şey deyim. De. Bir xəbər eşitdim, nə düşün? O yaxşı. Çay var, ehtiyatlı ol. Dərləyimi, eşitdim ki, 3-cü bölümümüz hardasa yayımlanacaq. Düz söhbətdir. Bəli. Hər kəs üçüncü bölümü gözləyir, mən də. Hə çalın, hə çalın, hə çalın. Üçüncü bölümümüz tarixi hələ ki qeyd eləmirik. Kinobox platformasında yayımlanacaq. Təbriklər, təbriklər. Üçüncü bölümü izləyəsiniz. Hətta ondan sonra bəlkə 6-cı bölümü də Kinoboxda elədik. Bəzi dostlarım var ki, yəni həqiqətən sıxıb gözləyirlər. Etibarlı Bəli, dostlardır. bəli, Etibarlı çox dostları, adam. bəli, həqiqətən. Hətta bizi sevərək izləyən bir belə deyim də izləyicimiz də var. Direkt dansı eləyər. Yox. Kərim abi. Bəli, burada Kərim abiyə salamlar. Kərim. Kərim abi sizə həqiqətən çox sevir. Xüsusilə səni çox istəyir Ronaldo. Hə, Ronaldo səni çox sevir. Salamlar. Hə. Eləmin tərbiyəsi. Yo. Yo, oha. Eləmə elə şey. Elə qafiyə ilə mən qoyarım. Hə. Ona bir də qafiyə denə də, səndə özləri var axı Ronaldinho. Necə bir şey demir? Nə bilim, Amma bilmirəm ki. tərbiyəsi şey var. Yox, tərbiyəsi şeylər demə. Mən qoyum sənin ağ arasına. Sonra çəkim arasına. Ayıb olsun. Ya. Gözəl insandır Kərim abi. Aha. Bu bayatı deyil, qafiyə deyil. Yox, qafiyə demirəm. Gözəl insandır Kərim abi. Sənə girsin Banan abi. Yox, Dərləyimi sənə deyirəm. Yox, olmaz axı. Yenə də Yaxşı, olmaz. onda Məncə- gözəl insandır Kərim abi. Dərləyimi sənə girsin Amerika. Ayıb olsun, çox ayıb olsun. Bu nə azad şeir idi belə. Nə bilim, belə də sərbəst vəzində. Sən ümumiyyətlə hansı növ sakitləşdirici dərmanlar içirsən bu bölümə çıxmamışdan qabaq? Mən Maqnezium dolu bir şey içirsən Sakit deyəsən. insanam mən. Hə, təbiətin sakit. Həm də ki, axı bu gözəl uşaqlarla, məsələn, 32 yaşlı Mürsəl balamızdır. Bu uşaqlar bizim gələcəyimiz. Biz Bəli. bunlarla işləmirik, daha əsəblərimiz gərək daha sakit. Bir dəfə mən əsəbləşmişdim İstəyirsən amma. Dərləyimi. Yadımda da bölüm. Hə, bir dəfə mən çox İstəyirsən. əsəbləşdirmişdilər. Yaxşı, Yadımda da mən bölüm. Yaxşı. Keçən İndi nağıla. gəlin, nağıla keçək. Hazırsınız? Qızım, sizdə belə uşaq olar. Nəsə dedi orada. Okey. Nəsə pis sözdür. Yox, Dalbadaldı da. Özün sən dalbadal. Heyvanların tadsız kralı, Metin Oktay. mühafizəçiləri qurd və çaqqalla birlikdə ova çıxmışdı. Tərlan əmi. Haycan. Olar ki, Çox şirin. Yox. olar ki, olmasa belə hər nağılın əvvəlində biri var idi, biri yox idi Yaxşı deyəsən. deyərəm, sən Risk xətlə deyərəm. girirsən, Sən yaman girir o deyəsən, onu deyərəm indi. yaman Geçmiş girirsən. şeylər. Mənim Yo, özümə də elə- belə şey təcrübə. Nə oldu birdən niyə başladın? Yaxşı. Yaman girirsiniz. Biri var idi, biri yox idi. Aa.
Heyvanların tacsız kralı Aslan Oktay. mühafizəçiləri qurd və çaqqalla birlikdə ova çıxmışdı. Oxay. Yaxşı da. Qurdla çaqqal Aslanın yanında dolaşaraq onun ovuna ortaq olacaqlarını düşünürdülər. Nəhayət Aslanın gücü və bacarığı sayəsində bir ceyran ovladılar. Ceyran. Ayıb olsun. Qurdla çaqqal ova göz qulaq olmaqdan başqa heç bir şey yaramadılar. Elə 2 dənə ceyran götürüb dənizə Ya. Aslan çaqqala əmr Mən etdi bir zarabat ki, eləyəcəkdim, eləmiyim. elə. Şey bak yadıma düşdü, More'ye gedirik. Moraya gedirik. More. 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 Ya da şey, ya da bu ola bilər. O, more. Yaxşı, nağıl oxu, dalbada. Hey, özün sən dalbadal. Yaxşı, baxışda. Ardarda. Aslan çaqqala əmr etdi ki, ovladığı ceyranı üçü arasında bölüşdürsün. Aslan ədalətli biri imiş deməli. Rısam. Al. Çaqqal bir aslana, bir bala ceyranın ətinə baxaraq udqunub. Aşı başmana başmana. Yaxşı. Oxu görək. Çaqqal bir, mən dedim çaqqal. Dombi. Ayıb olsun sənə. Ay Dombi. Özü komissiyanın yanında bu nə söz deyirsən? Kimdir bu? Komissiya. Dombi, rica edirəm ki, aklınızda olsun. Rica. Ricamı qayış elə baxın. Hey. O artıq. Bana söz özünə belə deyirsən. Tərbiyəsiz. Ora gedim bəlkə. Ya olmaz. Axı Deyən orada tərbiyəvi də takın. Takın. Takın, hə. Çaqqal bir aslana, bir bala ceyranın ətinə Ceyran. baxaraq udqunub danışmağa başladı. Of. Sən də utqun olsan. Sevimli hökümdarım, bu ceyranın ovlanmasında ən böyük əziyyət sizindir. Aslandır bizim şahımız. Aslan Akbey. Buna görə də ceyranın ən əhəmiyyətli yeri olan... Üzr. Buna görə də... Nə qədər nağılıymış bu. Buna görə də ceyranın ən əhəmiyyətli yeri olan başını sizə layiq görürəm. Aycan, Nə baş idi? ceyranın başını deyir də. Ha, çoğuncuya. Dostlar, bizim... Axırda zarafatsız. Hə. İzninizlə ayaqları və içalatı da qurd qardaşımızın olsun. Budlarını da mənə verəsiniz, bəsindir. Niyə vurğulu deyirsin? Deyirəm ki. Niyə vurğulu deyirsin? Vurğunu deyirəm ki, cümləni intonasiya. İçalat. Onlar dinliyor. Təvəli o Yusuf Səmiyə bir sual verir. Ver. Yusuf Səmi, ceyranın ən belə jırdı yeri haradır? Əslində nəzərə alsaq Üstə sən ağlamıyorsun, nə onu? Məncə zövqə görə dəyişir. Əzələyə baxır da o. Yəni Bəli. qaçdığına görə çox güman ki, omba hissələrdir. Mən bununla bağlı. Üstəysəmi də bizdən ha. Mən burada qatılmıram Yusuf Səmiyə. Mürsə, Yox, yəni əgər əzələ kütləsindən söhbət gedirsə o ola bilər. Məncə amma beli. Amma burada təməldə səhv Qaçır var. axı. Yox, ayaqlara düşür axı əsas. Bilirəm də, qaçır deyə ayaqları Bastırma kebab. şey olur da, bərkləşir. Amma bel Tərlaylı, İstəmir deyə. təkcə bərkləşən o deyil. Ora ancaq şeydir, ət Tərbiyəsizsən sən. sırflıqqa ət Hə, deyirlər. hə. Amma təməldə bu nağıl özü səhvdir. Sən onu Yox, bitir ən sonra sonda deyərsən. hə. Səhv oldu, mən Yaxşı, yox. Yox, əmi. Yox, əmi. Üstəysən. Yusuf Yusuf Səmi, Səmi niyə səhv oldu? Yaxşı qədər. Qoy bitirsin Tərlan Bitirim əmi deyəcəm. nağılı. Hə, Aslan kral çaqqalın bu sözlərinə cavab belə vermədi. Simba, mənim dustaq qardaşım. Uydurduğu səbəblərlə ceyranın kiçicik başını aslana təqdim edən, amma budularını özünə götürməyə çalışan hiləgər çaqqalın başına pəncəsi ilə yumruq endirdi. Bu zərbədən gözləri hədəqəsindən çıxan çaqqal birdə hər canını qurtarıb aslanın yanından qaçdı. Aslan, şir, tənək. Yaxşı, aslan qurda dönərək. İndi də sən ovu böl görək dedi. Qurd heyvanların hökmdarına titriyə-titriyə baxaraq dedi. Hökmdarım, Sən məndən başqa. Ey! Neyinirdiniz siz? Diqqətlə bir-birinizlə? qulaq asın. Hökümdarım. Bax. Hökmdarım, mənim çox danışmaqla aram yoxdur. Amma fikrimcə belə bir bölgə ədalətli olar. Bu ceyranın ayaqları və içalatı mənim, qalan hər şey sizin olmalıdır. Mənə elə gəlir ki, ən düzgünü elə budur. Heyvanların kralı Aslan çox məmnun qaldı. Afərin qurd, sən necə də ədalətli bölüşdürdün. Hökmdara qarşı belə ədalətli və alicənab olmağı hardan öyrənmisən? Ondan öyrənmişəm. Mənə biraz ondan danış. Aha. Başqasına dəyən yumruqdan özünə dərs götürən qurd dedi. Mənə bu alicənablığı öyrədən Tamam, çok üzr istəyirəm. ay var. Komissiyadan üzr istəyirəm. İzləyicilərimizdən üzr istəyirəm. İzləyicilər, yo, onlar sevirlər.
Onlar əksinə şərtdə yazırlar ki, daha çox söyüşü olsun. Mənə bu alicənablığı öyrədən çaqqal dostumuzun başına dəyən yumruq oldu. Doktor. Bəli. Bu nağıldan nə nəticə çıxar? Ay, heç də başa düşmədi. Sən də heç nə başa düşmürsən, Ronaldinho. Bu Putin'in hikayesi de yalandan bağlı. Hə. Əslində təməldə səhvdir. Aslan heç vaxtı ova çıxmır. Necə? Daha çox aslanın belə Arvadları çıxır. Erkək bəli, dişi. bəli, bəli. Aa, Dişləri. arvadlarını ovladır aslanlar. O əlbəttə ki. Çünki aslanların əsas işi nədir? Ayıb olsun, elə də yox Aslanın amma. əsas işi sadəcə Pride-ı qorumaqdır. Pride dediyin yəni bu şeydir. Onda aslan axırandır da yəni. Pride değil, pride. Əslində hə, çünki məsələn aslanın şey olur, övladı olur. 3 yaşına qədər baxır, 3 yaşından sonra qovur. 3 yaşından sonra mədrəsəyə. Yox, qovur. Axıran olur. O aslan balaları da sadəcə ki, başqa Pride-da olan qoca bir aslana hücum eləyir, onu öldürür, Pride-ı özünə götürür. Məsələ budur. Yine bastın hele. Yəni orada artıq təməldə o ovladı falan o artıq bir şey. Ya bəlkə dişi aslan deyirdim. Amma aslanın meşən erkəyə kralı. dişisi olmaz falan sonra. Komissiya va, yamandır. Amma məsələ odur ki, yaxşı dişisidir, niyə çaqqalından qurtuna fırlanır? Bax bu əsas. O da düzdür əslində. Hə, aslan çaqqalla qurtuna Həm fırlanmaz. başqa bir məsələ də var. Canavar orada nə gəzir? Canavar? Savanla da bu, orada nə gəzir? Çaqqalla yo, canavar idi. Qurtdur da, qurt Hə, nədir? qurt, hə, düzdür. Canavar. Canavar. Təməldə biraz. Bəs canavara niyə Çaqqal- qurt deyirlər? Onu uşaqlara denən. Onu yalan deyirəm. Onu, O rapper o qurt var ya, məlumatım onu yox. deyirsən. Deyim onu. Tərlan De. əmi, Deyim, hə. sən ceyranın harasını götürərdin? Belətini götürərdim yəqin ki. Bəs sən harasını götürərdin? Hoppa. Bomba. Mən də al***ını götürərdin. Ayıb olsun, tərbiyəsiz ona söz deyirsən. Ad familiyası ilə. Hə, ona görə Ad hə, familiya. ona görə deyirlər ki, qurt. Ümumiyyətlə türk culture-ında, Mədəniyyətində. mədəniyyətində məsələn bir şey var, 3 hərfli zad deyirlər. Adını çəkmirlər ki, gələr. Aha. Ona görə Cin də deyirsən, canavara qurt deyiblər ki, yəni adını çəkmirlər ki, gəlməsin. Ha, o mənada. Bəli, bəli, belə Onda bir. da qurt gələcək də. Qurt gəlsin də o problem yoxdur. Qurt da qurtdur çünki. Reks hele. Hə, hətta canavar belə deyilmiş, börüymüş əslində adı. Əslində odur. Sonra canavar deyiblər, sonra da canavar da demək istəməyib, qurt deyiblər. Nəsə belə bir Mən şey, biraz hekayəsi var. tengrizmdən və s. o biraz uzaqdır amma. Danışırlar Emullah. Ay Mürsel. Siz sakit durun, sinifdə 2 dənə müəllim var. Hə, dostlar, belə. Bugünkü nağılımız bu idi. İndi gəlin, mən suallar verim Yuspace əmiyə. Buyurun. Yuspace əminin Rica olsun. uşaqlığı ilə bağlı ən maraqlı xatirəsi nədir? Siz danışsın, siz də. Qulaq asın. Qulaq asın, hə. Hə. Ən maraqlı xatirəm Ən maraqlı xatirəm. İtiraf vermiş oldu Ebru. hə də şeydə ağlayın. İşte Hə, mənim mən var. uşaqlıqda ən yadda qalan, yadımdadır mən o vaxt rəqsə gedirdim. Reks hele. Kapera. Yox, milli rəqslərə gedirdim. Milli kapera. Bizi qastrolla göndərmişdilər İranın Urmiya şəhərinə. Numaralı hekayə. Urmiyaya getmişdim. Tədqiqat. Onda hələ Urmiya gölü var idi yəqin ki. İndi də var, amma indi bərpa İndi olmağa şu- başladı. O vaxt əməli başlı var idi. Oradan ilk dəfədə o xəritədə gördüm Atropatenə Orada rəsər oynayırdı, Urmiya. özü Onu görmüşdün gördüm də. canlı. Oradan duzlu daş gətirmişdim. Axladınız bə. Coğrafiya müəlliminə gətirdim. Coğrafiya Üstün müəllimi sən şoka. mi? Yolladınız coğrafiya müəllimi Ay dostu daşı. Yuspace mi? Yəni belə hacan. Oynamakla buna ne dəxli var? Yəni rəqs qrupasında iştirak edirdik Gölün bizi. yanında oynuyorduk. Yo, bizi sadəcə olaraq gəzmək məqsədi Niyə ilə elə aparmışlar Urmiya Bir gün gölünə. ne dedi rekse getirdim. Hə də rəqsə getdiyimiz Niyə, ey, özünə böyük ona söz deyirsən. gezirsən? Borc Ne bozu gezirsən danışma orada? bizim. rəqsə getdiyim komissiyamızda. üçün bizi qastrola İrana göndərmişdilər, səfərə. Qastrol səfərinə. Yuspace mi? Uşaqları da İrana qastrolu Zəhmətsiz hə. Biz siz get də- bir şey həkimə Uşaqları də İrana deyərsiniz. göndərərlər. Ya olur da, yəni. Saç ektirərdiniz. Necə? Yo, Türkiyədədir. Hə, düzdür. O daha İranda çox Türkiyədə. plastik əməliyyatı idi də daha çox. Plastik. Plastik. Yox, orada məncə daha Xərçəng. Xərçəng də var. Xərçəngin Daha müalicəsi çox- var sende. Tapıblar amma öldürdülər. Xərçəngin Tapan adamı bir öldürdülər. növünün artıq, yox, xərçəngin bir növünün artıq müalicəsi var. Bəs o hər dəfə xəbər çıxır. Xərçəngin bir növünə Kimsə sağ- xərçəngin Yox, müalicəsini tapdı, evində o öldü sadəcə bunu. şeydir, insanların inanmaq istədiyi şeylərdir. Yəni o Bəs İranda neynədiniz? İranda biz fərqli şəhərlərdə olduq. Tehran, Təbriz, Urmiyada. Tehran, Təbriz, Urmiya. Tehran, Təbriz. Amma Urmiya yadda qaldı çünki yəni Urmiya gölünü görəndə o maraqlı idi sadəcə. Duzlu daşlar, yekə daşlar idilər belə. Duz daşları. Yuspace Gölün yanında oynadınız geldiniz. Yox, oynamadıq. Sadəcə daşlar. Yuspace abi, ondan sən ora gedib Yaqub Zurfcu olub qayıtmısan. Yox. Niyə elə deyirsən ki, Ayron Aydın, nə olub ki, Yaqub Zurufçuya? Heç nə demədim. Onun Yuspace abi, Hacı. bəs başqa hansı ölkələrdə olmusunuz? Türkiyədə olmuşam bir dəfə. Orada mən də olmuşam.
Berlində olmuşam, Almaniyada. Bir də Orada mən də olmuşam. Bir də Çində olmuşam. Orada olmuşam. Orada heç birimiz olmamışıq. Beijingdə, Pekin şəhərində. Orada bəs Braziliyada olmusunuz? Yox, amma istərdim. Onda bir yerdə gedərik. Yox, o da şeyə görə də İsa Məsihin heykəlini görmək istərdim canım. Biz də onun üçün. Yox, mən o qədər də karnaval səs-küy şey tərəfdaşıyam. Biz nə deyirsən, niyə karnavala dartdın ki? Çünki bilirəm də siz onu görə. Yox. Mən Lukası görmək istəyərdim. Jadeni görməsən məncə. Bəs bu növbəti qonağımız kim olsun, hə? Da bu nə hörmətsizlik. Yox, o mənə Yox, yəni bəlkə mənim bir əlaqəm var, danışım çağırırım. Düzdür də, hə. Torpilli elində Türkiyədə. Lukası çağırdı. Yox, Lukasa qədər satmır da əlaqələrimiz. Yüzbəyisəmi? Aycan. Nigar Camal'la əlaqəmiz var. Nigar Camal'la dolayı yolla əlaqəm var. Çox istəyirik biz onu. Biz onu çox istəyirik. Bizim uşaqlar ölürlər ondan. Mən yerimi sənlə eşitmək istəyirəm. Keçən dəfə şey vardı, belə Nigar Camal sonra bir eski birdən Yəni yenə deyək Nigar Camal, hə? 3, Çağıraq. 2, 1. Nigar Camal! Nigar Camal! Orada kimsə deton oldu. Ya mən şey gözüm, Nigar o bayağı. O eləmirik də, qorxuruq. Bəs Nigar Camal gəlsə, olar ki, əmi mən olum, rahat görürüm. Yox, Nigar Camal gəlsə mən də kukla olacağam. Yaxşı. Bəs Yüzbəyisəm, O bizə nağıldanırsın da. Çində ən maraqlı şey nə idi sizə görə? Çin səddinə qalxdım, o maraqlı idi. Çinin sədri. Çin səddinə qalxdım, sonra yay Yəni Olimpiya oyunları. Yox, şeydir. İmperatorun yaşadığı ərazi İmperator nədir? Yunis. Yaylaq. Yox, saray, yay sarayı vardı. İmperatorun yay sarayına getdim. Çox Sambal. maraqlıdır. Tarixi yerlər Sibris. çoxdur. Yəni Bəs o 10 min dənə Çinli əskər teması var idi, onu gördüm. o başqa şəhərdədir. O Pekində deyil. O ya John Xudadır, nəsə belə bir adı var şəhərin. Aman qoydu içivə. Başqa bir şəhərdə. Bəs rəqs elədin içində. Hə? Rəqs elədin içində. Yanında Yox, rəqs eləmədim. göl tapmadı. Hələ də rəqs eləyə bilirsən, Yüzbəyisəmi? Əlbəttə toylarda, göstərəsən. Bəs rəqs elədiyin vaxtlardan bir video şəkilində zaten nəsə var? qalıb var. Hə, onu da göndərərsən, Mürsələn qoyarsan, da olar. Hacan buyur. Heç toyda gəlib mağaranın qabağında o sürətli rəqs eləmisən? Olub vaxt ikən, daha arıq vaxtlarımda olub. Hə. Oraya video atarsan nə orada? Yo, o video qalmır, amma Uşaqlıqdan. Skor saat oynamsan sən də. era ata. Çünki arxa-arxaya Hə. gəlirsən. Hətta yadımda da o vaxt Türkiyə səfirliyində bir tədbir var idi. Biz orada dəvət almışdıq. Erdoğan'la generallar oynamaq, falan. Generallar falan, Türk generalları falan vardı. Bu şey var ya. Hulusi Akar. Cem Yılmaz dediği or general. Bax onların Kenan Evren. tədbirində hə. Kəmim, Burada Kenan amma Evren. ya, buradakı səfirlikdə şey olmuş. İştirak Orada da etmiş. oynamısan. Orada şeylər var. Sən elə çatan oynadı bu səni. Konuşan belə deməyin. Yo, Azərbaycan milli rəqsləri. bəs samba bilirsiniz? Nə? Mənim rəqsim samba. Samba yox. Salsa biraz azdan çoxdan, amma samba yox. Sən də nə desən bu? Yox, salsa. Capoeira desəm yenə uf deyəcəkdi də o. Samba zorda ölürəm mən sambadan ötürü. Mən də ölürəm. Samba maraqlıdır. Hə. Samba la 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 Səs rejissoru bu dəqiqə bizi söyür də bu hissədə. Bu da Mürsəlin səs Hə, rejissoru. Mürsəl, necə bizi söyləyəcəksən? Özün söyləyəcəksən əsas. Yo, maksimum dalbadal deyərəm mən. Elə sözlər Çalış demə. arda-arda demə. Bəs Yüzbəyisəmi twerk eləyə bilirsən? Hey, Yox, yox. Twerk da bir Twerk rəqsdir. rəqs növüdür, amma Rəqs növüdə 105 əmi Amma mən yəni təsəvvür edə bilirsənmi ki, mən twerk Mən edirəm? elədim mücə. Mən də elədim. Şey edirəm. Hey, Gecə yata Mən bilməyəcəksən. elədim. Elədin? Xoşun gəldi? Ay olsun. Çox ay olsun. Yüzbəyisəmi? Hə can. Siz indi komissiyasınız da. Sizə görə ən ağıllı, ən pis uşaq kimdir deyin. Hə. Doğrudan belə bir səs vermək eləyək hər Hə. dəfə. Hə, məncə aramızda sakit görsənib də, amma hamıdan nadinc olan Dumbidir. Eşitdin Dumbi? Ən Eşitdin? nadinc odur. Mənə bax. Ən çox səs-küy salan və çox intellektual olan Ronaldinho'dur. Rusların bir söz var, ni ryba, ni мясо-dır. Nə o Nə yanında? demək? Nə yardan, nə seldən Mürsəldir. Çox. Nə deyirsən? Hə, Vüsal əmiləri, indi bizim uşaqlara bir tövsiyə. Nə tövsiyə, nə məsləhətim var. Biz əldən getməsin.
Elə söz işlətmə böyüzünə Əslində böyük onu daha yanında. tərbiyəli formada deyəcəkdim. De. Sadəcə çalışın ki, hər bir şeyi sorğulayın, hər deyilən sözə inanmayın. Məsəl üçün böyük bir, yəni belə deyək də, hər hansı bir böyük bir şey deyilsə, dərhalına inanıb onu həqiqət kimi qəbul etməyin, sorğulayın. Çünki bu həyatda sizə kömək edəcək. Şükür. Həyatda sizə kömək edəcək. Zəhmət bir də qulaqlarınızı yaxşı-yaxşı yuyun hər axşam. Eşitdin Dumbi? Yaxşı-yaxşı Eşitdim. eşidə biləsiniz. Dişlərinizi fırçalayın. Dişlərinizi hər səhər və hər axşam fırçalayın. Xüsusilə axşamlar. Xüsusilə axşamlar yuxudan qabaq. Teşekkürler Reşit doktor. Yox. Sonra? Son məsləhət isə çalışın ki, kitab oxuyun. Bacardığınız qədər. Yəni ki, ağıllı olun. Yox, gündə Mən bir onların səhifə nağıllarını oxuyuram. Hə, gündə bir səhifə Amma oxusanız özləri də yetərlidir. oxusunlar. Yəni Yəni hər gün yaşım bir var, səhifə. özündə bir şey yox, Aymir. Bəli, özünüz Yaxşı. də axtarmalısınız. Yaxşı. Amma oxuduğunuz kitaba da fikir verməlisiniz ki, nə oxuyursunuz. Onda Kanisəmi, Aycan. sənin bayaqları dediyin heç bir şeyə inanmayaq da. Heç nəyə inanmıyorum. Elə mənim özümə də inanmıyorum. Mən dediyimi belə sorğulayıram. Yəni mən elmi videolar paylaşıramsa o demək deyil ki, mənim dediyim hər bir kəlmə düzdür. Tərlami Mənə niyə də çağırdın onda? sorğulamalısınız. Yox, nəyə niyə çağırdın? Görsən Niyə o şokolad gətirmişdi? Hə, üzr istəyirəm. Sizə özə şokolad Kanisəmi, gətirib, o bir. öpürəm sizi. ikincidəki düz deyir də, nədir? Yalan desən. Vüsbey Səmi, Aycan. son bir dəfə denən. Neçə santimdir? 33 santim. Ekvatoru. 33. Bunu mu istəyirdin? Bir dəqiqə dayan. O nə ölçüsüdür? Sadəcə zarafat çəkdim. Hə. Yaşıma görə dedim. Bəs neçə desimetrdir? Desimetrin bilmirəm. 3.3. Yox, nə? Buna baxışlanğıdır da belə. Onda xoş günlərdə istifadə eləyir. Yaxşı da, ay Mirsəl, ayıb olsun. Gör neçə yaş böyükdür səndən? 2 yaş böyükdür səndən. 31 yaşı var. Yox, 32 yaşı var. Sən neçə yaşın var? 33. Səndən 1 yaş böyükdür. Adam özündən böyük elə şey eləyər, elə şey deyər. Kanisəmi, Bəli. bəs dağa çıxanda istifadə edirsiniz? Yaxşı da, Ronaldinho. Nə istifadə eləyirsən? Hava balonundan istifadə etmə məsələ. Gücünüzü istifadə edirsiniz? Gücünü sən gəzəndə belə istifadə Bəs edirsən. qoyduğumuz durur. Bu vaxta qədər durmayın. Məncə yox, qaydağı durmaz. Yüzbəysəm, yaxşı da gicdədi. Həqiqətən nə var? Tərbiyəsiz. Gülmə. Dumbi, şeirdən zaten nəsə denə. Şeir demə Dumbi. Yox, məşniyəm. Nətər ağlı heç nə gəldi? Mənə nağıl deyirsən, ay Dumbi, indi Mən şeir son denə. olaraq sizdən bir şey istəyirəm. Hər əlinizdən bir kuplet belə deyək. Şeir. 2 cümlə də deyə bilərsiniz şeirdən, problem yox. Ronaldinho başla. Merhabalar. Damarlarım falçı. Sən Oo, qaşıdıqca ekspertə salamlar. qan çıxır. Davam Ekspertə edir. salamlar. Ekspertə salam. Mən gözləyirəm ki, yaxşı köpək balığı ağzını açar üzər Kantan Naxçıdan gedəcəyəm ha. Oo, Bilir ha. Ekspertə ikinci dəfə salamlar. Ekspertə Ekspertdə sevirsiniz bəs. Ekspert, Ekspertini də albomunu sevirik. gözləyirik. Albomunu gözləyirik. Gör hansı şeydə reklamı getdi. Amma zar da eksperti də var. Ekspert öyrən. Ya ekspert mənim bir dəfə videomu mən Ekspert də əmidir məncə. Ekspert əmidir. Ekspert bir dəfə mənim bir videomu Ekspert babadır. paylaşmışdı, sağ olsun. Burada ona da respekt. Çünki mənim başım köynə kitab yeşiyi demişdim belə Rex səsində videoda onu paylaşmışdı, sağ olsun. Ona Şəhriyar görə də əmi. O respektdə Şəhriyar əmi dəqiq. Şəhriyar əmi də onda Bəli, bəli. gəlibsə suallar verər. Məncə də Şəhriyar əmini dəvət edə bilərik. Yaxşı. Hə Mirsəl, buyur sən denə. Üçdür, dörddür. Tərlan əmi. Hey, Dedim də şeirdir. tərbiyəsizsən sən. Bağışlayın. Heç olmasa bir məndə sığar ikən cahandan. Altda şey də yazacaq. Yaxşı Ronaldinho deyirəm. gündəliyi gətir. Məndə sığar ikən cahan. Mən bu cahana sığmazam. Üçdür, dörddür, tərlan. Onun sonrası gövhər ilə məkan mənəm. Kövdü məkana sığmazam. Bunlar- Kövdü bu adam məkandır bilsin. ayətim, zatı durur bidayətim. Sən bu nişanla bilməni bil ki, nişanə sığmazam. Zərrə mənəm, günəş mənəm, cahir ilə pəncü şeş mənəm. Bunca qumar sürəxti ilə mən bu dükana sığmazam. Gözəl, var, gözəldir. əsl komissiya. Əmadəddin Nəsimini də çox sevirik. bu Bəli, arada. Nəsimiyə Mən respekt. çox sevirəm. Yox, Nəsimi sadəcə Şəhrəvan videolarındakı Nəsimiyə respektdə süni intellektlə hazırlanan. Hə, şeirdən indi Dumbi. Şeir, buyur. Sən Tərləmi? Hə. Bilmirəm də. Ay Dumbi, şeir denə. Hamı dedi bir-bir. Nəsə denən. Nə deyim, yenədən bir Yox şey da deyim. yox. necə? Allah bula boz keçidən zaddan bir şey Azərbaycan denə şeirini də. belə bilmirsən? Allah Ayrılar- bula boz keçi. Hop, görüldü o. Allah bula boz keçir. Ay qoşa Ay boynuz qoşa keçir. boynuz keçi. Aha. Yalqız gəzib dolanma. Dolanma. Sən kömək eləmə də Hə, Ronaldinho. davana vurun da, deyirsin mən şeiri. Heç olmaz ha. Hə, telefonlardan bax da. Uşaqla aydın bu orada. şeirini bilmirsən? A qarqanın şeyi. Yox, yox. Uşaqla bu şeiri də.
Bu uşaqlar heç hazırdır. Bu uşaqlar bizim gələcəyimiz deyil. Ya, İki bu uşaqlar. uşaqlar əgər bizim gələcəyimizdirsə, məncə Uşaq deyil, 32 də yaşı var yəni bunun. Niyə heç bir Nə- reaksiya vermirsən? Ay Mürsəl. Ne dirəm sənə Amma sən mən? bir Ay şey- tamam. 32 Mürsəldədir. Ronaldinho neçə yaşı 20. var? 20. Dumbilin də bir olar da bir 26 Ya, yaşı. ya, 18, 18. 18 yaşı var. Əsl vaxtı deyil. Əsl Hey, kişi hey. əsl kişi şeydir də, nədir, kruğu deyirlər də, Malı. kişi kruğu. Yo, yo, yo. Çünki Hə, hə. çünki fikir versən belə bir şey var da, qadınların belə deyək də, müəyyən bir icma Hə, qurulur. yaş Hə, şeylər. yaş məsələn. aralığı biraz şeydir. Kişilərdə isə 30 yaş, 72 falan yəni. Özde məndə 32 değil, 36'dır. 36-dır. Santim. Sant, hə yaşlı Hə, yaşlar var. yaş var. başlayır. Hə, İçin 36 çirkləyirsən, santıma Mürsəl. ağzıva soxarsan ya. Aa, Sərlan, sən Ya, nə? yox da ya. Sən nə? O şeyi deyirdi də, nə deyirdi? Nə nəzərdə tuturdun? Ve bilmeden ne danışırsan ay dal baba. Hə. Ya bir dəqiqə, müəllimlə elə danışmaq. Bağışlayın. Sakitcə baş aşağı sal. Şeirdən Dumbi. Tərlan, Dumbi, sən də şeir, səhərdən şeir. demişik aç bax da Ya ona. məncə hamı şeydir. Şeir, 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 Dumbi, 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 Nigar, Dumbi, Dumbi. Nigar, araya sən Amma Nigar necə saldın? Amma baş ver. Tərlan, belə deyib gülürük, amma Dumbini anlamırıq. O məncə çox təkdir. Necə idi? Dumbi özü eləyir də amma. Neynirəm mən? Bax, sən şeir istəyirəm səhərdən Mən gör neçə vaxtı deyirəm ki, onlar ora keçim. Sən qoymursan. Yəni Tərlan keçməsin emi. ora. Koy keçsin də. Niyə elə? Amma bir dəfə məncə şey eləyə, icazə verək Dumbiyə. Ya. Bəzən hə can, bəli. Ona dedim demə ora. Ey. Məncə O sonra gedəcək, sən mənlə tək qalarsan ha. Neynirsən? məncə Tərlan. Bilirsən məncə neyniyəcəm. Tərlan əmisi. Espeysən nə olar qoy. Gəl bura. Gəl Məncə bura kameradan məncə çıxma. özünü yaxşı aparsan. neyniyəm Və buna? indi belə danışaq da, sən qəşəng bir şeirdinə. Tərlan bunu qiymətləndirsin. Tərlan bunu bəyənsə, məncə ora yeri Növbəti o bölüm, yeri növbəti Mürsəllə bölüm yeri düşünərik. dəyişməyə Növbəti fikirləşək. bölüm düşünərik. Ya Mürsəllə indi kimdir? Razılaşdıq. Roni. Yüzbəy Səmi, Haycan. mən uşaqlığım üçün darıxıram. Çünki mən burada, yəni əcnəbiyəm də, Aha. Sən hansı ölkədən gəlmisən? Braziliya. Braziliyadan. Hə, yəni biz orada yığışardıq, uşaq vaxtı, Top oynayardınız. top oynayardıq, Ronaldinho. Yəni telefon olmazdı. Bəs top nə oynayırdınız? 11 tuş. Ya futbol oynuyorduk. Bu da Olmasa Vex'in başka. gelirdi ki daymadı. Elə futbol oynayırlar. Amma necə darıxırsan? Axı orada mən bilən çox pis vəziyyətdə kasıbçılıq. Hiç atasını tanıyor ki bu. Yüzbəy Səmi, Haycan. nə qədər kədərli hadisə olsa da adam keçmiş üçün darıxır. Yo elə deyil. Nostalji istər falan. Ay Bəs sen eləyirdiniz? geçmişimiz kim? Nə dedin? Heç. Yox. Mən Haycan. Mən o gün xəstə idim. Hə. Evdə oturub belə bir şey yazdım. Aha. Xəstəlik lap əldən salıbdı məni. Dost deyib mənimlə gülənlər hanı? Bu təklik tənhalıq yorub qəlbimi. Ömrümü verdiyim yoldaşım hanı? Xəstəlik nə? Yəni aybaşı. Yox da yox. Ona söz Bax, deyirsən. bax. Ona söz deyirsən. Məncə bu Xəstəlik şeir, deyil özü məncə o. bu şeir çox gözəldir. Yəni məncə dəyərləndirmək olar. Növbəti buraxılış. buraxılışda nəzərə alacağam Məncə də, performansını. məncə də. İndi keçmirəm mən ora. Yox, keçmirsən. Mən pis oldum ey şeirə. Niyə? Yəni atam yadıma Piyə. düşdü amma Sən atamı görmüsən heç? atam vurar da. Yadıma düşdü ki, O yoxdur alan da, ona deyildi. pis oldu. Üzbək Səmi, Haycan. neçə santımdır? De. Adam elə söz verməz də. Adam komissiya eləmir, Ay, elə. 10 dəfə sənə eyni